Müasir insan zamanının, vaxtın qədrini bilirmi? Müasir insan zamanın qədrini bilmir. Dünənləri elə sözü çəkər bir təlimdə idim. Sosial medianın bizim həyatımıza təsirləri, mənfi və müsbət gətirdikləri. Orada demək olar ki, auditoriyanın hər birindən soruşurdum. Gündə nə qədər sosial şəbəkədə vaxtınızı keçirirsiniz? Bəziləri 7 saat deyirdi. Bəziləri deyirdi ki, bütün boş vaxtımı. Yəni minimum bir 3 saat, 4 saat keçirirlər. İkinci sual verirdim ki, anlayırsınız və fərqindəsiniz ki, bu böyük vaxt itkisidir və bu yanlışdır. Və əksəriyyəti də bunun fərqində idilər. Ki, yəni gözüm görə-görə uçuruma doğru gedirəm. Və üçüncü də dedim ki, gündə 7 saat, 6 saat bilirsiniz, bu vaxtda əgər hansısa bir universitetin qəbul imtahanına hazırlaşmağa sərf eləsəydiniz, istənilən universitetə qəbul olardınız bir il ərzində. Və o universiteti də sonradan yüksək qiymətlərlə də bitirərdiniz. O templə vaxtınızı oradakı dərsləri oxumağa qoysaydınız. Ona görə də imtahanlara hazırlaşanlar bir çox hallarda deyirlər ki, mən sosial şəbəkəmi deaktiv edirəm, imtahanım var və yaxud ki, hansısa bir kitabı yazıram ona görə. Baxın, bu real bir nümunədir. O yalnız imtahanlara hazırlaşanda yox, bütün həyatımız boyu olmalıdır. Çünki 5 saat, 7 saat, 2 saat bu faciədir. Yəni sən nə vaxt ailə və vaxt ayırırsan, dostluğa vaxt ayırırsan, övladın böyüməyini sən nə vaxt müşahidə eləyirsən, ətrafdakı gözəllikləri ümumiyyətlə görürsənmi? Sən bir dənə qutunun içinə özünü həbs eləmisən, məcazi bir aləmə köklənmisən, sənin beynin, düşüncən, hisslərin artıq oradadır. Yəni oradakı hansısa kodlar əsasında hiss edirsən, düşünürsən, həzz alırsan. Ancaq təbiəti sən unudursan, ətrafda olan canlı insanla ünsiyyətin həzzini sən unudursan, bu faciəvi bir şeydir. Ona görə müasir dövrün insanı zamanı hiss eləmir. Və zaman necə sürətli gəlib keçir, bunu anlamır. Bu kitabı Zaman Necə Yeyək kitabını əslində bu məqsədlər üçün yazmışdım. Mənim bu kitabı qələmə aldığım yeməli üz qabığı da aktual idisə, indi çox aktualdır. Bəli, yeməli üz qabığı zamanın atası olmaq tərəfdarıyam. Bir var zamanın övladı. Biz çalışmalıyıq ki, zamanın atası olaq. Bu kitabı da mən zamanı necə düzgün idarə etmək lazımdır. Yeni kitabı, 2024-cü ildə nəşr olub. Yeni kitabı yoxsa bu təkrar nəşr? Yox, bu təkrar nəşrdir. 7-ci nəşrdir bu. Bu 7-ci nəşrdir. Bəli. O vaxta qədər neçənci ildə yazmısınız? Övladının dünyaya gəldiyi tarixi unudan ata kimi bu kitabların əksəriyyətinin nə vaxt dünyaya gəldiyini bilmirəm. Mənə daha çox bu kitablardan hisslər yadımdadır. Bir də ki, kitab nədən danışır? Dəqiq vaxtı yadımda deyil. O zaman niyə bu belə bir kitab yazmaq qərarına gəldiniz? 32 kitabı qələmə alan müəllif sizcə onda hansı xüsusiyyət olmalıdır ki, bu qədər kitabı qələmə ala bilsin? Mənə gəlir ki, sadəcə o bir vəh gəlsin ki, mən kitab yazmalıyam. Yox, məncə vəh öz yerində, ancaq vəhdən də üstün zamanı idarə etməyi bilməlidir. Zamanı idarə eləyə bilməyən müəllif bu qədər məhsuldar çalışa bilməz. Yəni ilk olaraq mən bu işi başlamamışdan əvvəl uzun müddət time management mövzularında mən bir ixtisaslaşdım ki, mən zamanı necə idarə etməyi öyrənim. Zaman hamıya bərabər şəkildə baxır, hamıya eyni zamanı tanıyır. Sadəcə olaraq uğurlu və uğursuz, məhsuldar və məhsuldar olmayan şəxs zamanı necə idarə etməyi ilə fərqlənir. Əslində zaman hamıya eyni vaxt tanıyır. Mənim tətbiq elədiyim qaydalarda mən daha məhsuldar oluram. Fərqli insanları götürək, hamısına kitabları verək, deyək ki, hamısı oxusun. Ancaq baxıb görəcəyik, sonradan bir test eləyək. Baxıb görəcəyik ki, bu şəxslərin, baxmayaraq ki, hamısı eyni kitabı oxuyublar, eyni vaxt qoyublar, kitabı anlama faizi fərqli olacaq. Onlardan biri budur ki, zamanı idarə etməyi düzgün bilməyən insanlar kitabı anlama və yaxud da gördüyü işi dərk etmə faizləri həmişə aşağı olur. Deməli, zamanı idarə etmək yalnız səni necə vaxtımı düzgün bölüm qaydalarını öyrətmir. Eyni zamanda o prinsip sənə öyrədir ki, əgər kitab oxuyursansa, kitabı anlama faizi necə yüksəlsin? Necə məhsuldar işləyəsən? Biz 2 prinsip var. Mənim gündə 24 saatım var. Birinci kontekstdə zamanı idarə etmə prinsipi sənə öyrədir ki, mən bu 24 saatda necə ən önəmli, hədəfə məni ən tez çatdıran işləri görüm və maksimum çox görüm. Deməli, birinci sənə öyrədir ki, kəmiyyəti idarə edəsən. Bir də öyrədir səni necə bu kəmiyyətlə paralel keyfiyyət də yuxarı olsun. Çünki kəmiyyət həmişə keyfiyyətin yüksək olmağını göstərmir. Ola bilsin ki, mən 24 saat ərzində
10 dənə kitab oxuyum. İndi misal üçün də bir Məsəl dənə, üçün, 10 dənə kitab oxuyum. Ancaq onu anlama faizi olsun 10%. Bu sənin Soruşanda ki, uğurun bu deyil. kitabda nədən bəhs olunur? Sən bilməyəcəksən. Baxırsan ki, 10 sualdan birini nəsə yarımçıq şəkildə cavab ya da verəcəksən. ola bilər ki, bir aya bir kitab oxuyasan, amma o kitabın təsiri həmin o günə 10 kitabından da üstün olur. Deməli, zamanı necə yeyək prinsipi mən burada 2 dənə aspektdən məsələni qələmə almışam. Necə edək ki, kəmiyyətdən düzgün istifadə edək və necə edək ki, o kəmiyyətdə keyfiyyətimiz də yuxarı olsun. Bu önəmlidir. Yəni bir var ki, 32 dənə kitab yazırsan, içi boşdur. Bir var 32 kitab yazırsan, ikisində də kəmiyyət var. Bax önəmli olan budur. Yəni mənə görə önəmli olan və məhsuldarlıq sayla göstərilmir. O sayla bərabər keyfiyyətin də mütənasibliyi önəmlidir. 32 kitab qələmə almışam. Ancaq ola bilsin ki, sən orada elə beynivə nə gəldi doldurmusan və onun arxasında fakt yoxdur, əsası yoxdur, kökü yoxdur, məzmun yoxdur, forma var, məzmun yoxdur. Bu sənin məhsuldarlığını göstərmir. Məhsuldarlıq odur ki, 32 kitab qələmə alasan, hamısı da şedevr olsun, hamısı da əsaslı olsun, hamısı da bir professor, bir ziyalı oxuyanda desin ki, nə dərin kitabdır, məzmunu görə bilsin. Oxucuya faydalı olsun. Oxucuya faydalı olsun, bu önəmlidir. Bu olmasa artıq biz burada zamanı düzgün idarə edir sözünü o şəxs haqqında istifadə edə bilmərik.